Hər vaxtınız xeyir. Vaşinqtonda Amerikanın Səsinin televiziya studiyasında Əzizə Göyüşzadədir. Bugünün əsas xəbərləri. Türkiyədə 100-dən çox Kürd partiyasının təəssübkeşi həbs olunub. İŞİD Musulda sərt müqavimət göstərir. Kuba ilə Avropa İttifaqı razılıq əldə edib. Türkiyə polisi Kürd təmayüllü Xalq Demokrat Partiyasının 118 üzvünü həbs edib. Dövlət mediası bu şəxslərin PKK militant qrupu ilə əlaqəli olduqlarını bildirir. Ölkə boyu başlanılan reydlər Kürdistan Fəhlə Partiyasından qopmuş qruplaşmanın İstanbul futbol stadionunda qoşa bomba partlayışlarına görə məsuliyyəti özlərinə götürməsindən sonraya təsadüf edir. Həmin hücumlarda azot 8 adam ölüb, 150 adam yaralanıb. Bu iddialardan bir neçə saat sonra Türkiyə hərbi təyyarələri PKK-nın şimali İraqdakı mövqelərini bombardman edib. Türk ordusu hava zərbələri nəticəsində militantların baş qərargahı, o cümlədən səngərləri və sığınacaqlarının dağıldığını bildirir. Zirehli maşınlar və helikopterlərin müşayiəti ilə polis bölmələri bugün Türkiyənin bir neçə şəhərində, habelə Ankarada əməliyyatlar keçiriblər. HDP-nin yüksək rütbəli rəsmisi paytaxtda həbs olunanlar sırasındadır. Hazırda parlamentdə ikinci ən iri müxalifət fraksiyasını təşkil edən HDP-nin başqa liderləri artıq PKK ilə mümkün münasibətlərə görə həbsdədirlər. Ankara müntəzəm olaraq HDP-nin militant qrupun bir qanadı olmaqda ittiham edir. PKK Türkiyə, habelə ABŞ və Avropa İttifaqı tərəfindən terrorçu təşkilat kimi tanınır. İŞİDin İraqdakı son istehkamına hücumun başlamasından 2 ay sonra İraq hökumət qüvvələrinin üzləşdiyi çətinliklər optimizmi aradan qaldırıb. Mosul şəhərinin civarlarında İraq təhlükəsizlik qüvvələri İŞİDin şiddətli müqaviməti ilə üzləşir. İraq rəsmiləri gözlənilməz sayda itkilərin baş verdiyini deyir. Onlar bu döyüşün ilkin mərhələsində ən yaxşı döyüşçülərini önə verdilər deyə ABŞ rəsmisi Amerikanın səsinə bildirib. Adının çəkilməsini istəməyən rəsmi əlavə edib ki, ən şiddətli döyüşlər Mosulun şərq civarlarında cərəyan edir. ABŞ və İraq rəsmiləri IŞİDin Mosulun qərbində daha sərt müqavimət göstərəcəyini gözləyirdilər. Güman edilirdi ki, şəhərin dar küçələrlə dolu qərb hissəsi IŞİD qüvvələri üçün daha əlverişli döyüş zonası olacaq. Bundan əlavə bu küçələr həm də IŞİDin özəyini təşkil edən sünnilər tərəfindən məskunlaşır. Belə görünür ki, IŞİD şəhərin bütün güşələrində yaxşı istehkamlanıb deyə başqa ABŞ rəsmisi bildirib. IŞİD komandirlərinin döyüş taktikasına situasiyaya uyğun adaptasiya etməsi də İraq qüvvələrinin üzləşdiyi çətinlikləri artırıb. IŞİD hücumun qarşısını almaq üçün puskulardan tutmuş intiharcı hücumlarına dək, hətta yerləşdirilən bombaların mahiyyətini dəyişdirməklə müxtəlif taktikalardan istifadə edir. Geriləmələrə baxmayaraq İraq Baş naziri Heydər Əl-Abadi ilin sonuna dək Mosulun azad ediləcəyini israr edir. Rumuniyada parlament seçkiləri keçirilib. Rumuniyada böyük antikorrupsiya kampaniyası nəticəsində sosialist baş nazirin vəzifədən kənarlaşdırılmasından bir il sonra bazar günü keçirilən seçkinin nəticələrinin bir hissəsi Solçu Sosial-Demokrat Partiyasının böyük fərqlə öndə getdiyini göstərir. Seçki rəsmiləri PSD-nin səslərin 47%-ni aldıqlarını, Mərkəz Solçu Milli Liberal Partiyası PNL-in isə 21% səslə ikinci yerdə gəldiyini bildirir. PSD-nin sədri Livio Dragno partiyasına hakimiyyətə geri dönmək ehtimalı ilə bağlı nikbinliyini dilə gətirib. Əgər PSD üstünlük təşkil etsə, Dragno çox güman ki, baş nazir vəzifəsinə gəlməyəcək. O, 2012-ci ilin iyul ayında Prezident Traian Basescu-nu impeach etmək üzərində keçilən səsvermədə seçki sayını şişirtdiyinə görə bu ilin aprel ayında 2 il müddətinə şərti həbs cəzasına məhkum olunub. Hazırki Prezident Klaus Yohannis qanuni problemləri olan birisini baş nazir vəzifəsinə təyin etməkdən imtina edir. Keçmiş baş nazir Viktor Ponta ötən ilin oktyabr ayında 64 nəfərin ölümü ilə nəticələnən gecə klubundakı yanğın səbəbi ilə keçirilən kütləvi etiraz aksiyalarından sonra istifaya getmişdi. Exit pollara əsasən antikorrupsiya platforması ilə seçki kampaniyası aparan yeni Rumıniyanı Qorumaq İttifaqı partiyası 3-cü yerdədir və bu partiyanın parlamentə daxil olmağına gətirib çıxara bilər. 19 milyon əhalisi olan Rumıniya Avropa İttifaqının ən kasıb və ən korrupsioner ölkələrindən biri hesab edilir. Təhqiqatçılar Boston yaxınlığındakı Rivera şəhərindəki bir mənzildə yoxlanış keçirir. Avropa İttifaqı və Kuba 10 illərdir mərhum kommunist lider Fidel Castro'nun rəhbərliyi altında insan haqları narahatlıqları səbəbilə kəsilən əlaqələri yaxşılaşdırmaq üçün razılıq əldə edib. Bazar ertəsi Kubanın Xarici İşlər naziri Bruno Rodriguez Parilla və Avropa İttifaqının Xarici Siyasət şöbəsinin rəhbəri Federica Mogherini, eləcə də İttifaqının 28 üzv ölkəsinin nümayəndələri Brüsseldə yeni razılıq imzalayıblar. Mogherini deyib ki, Kuba ilə razılıq inqilabidir. Bu tarixi bir gündür. Biz köhnə səhifəni çevirib indi yeni fəslə başlayırıq.
Əslində mən həmçinin qeyd etmək istəyirəm ki, Avropa Şurası 1996-cı ildə Avropa İttifaqının Kuba ilə bağlı tutduğu mövqeyini ləğv etmə qərarı verib və bu qərar bugündən etibarlıdır, deyə o bildirib. Parilla deyib ki, razılıq onu göstərir ki, səy və ehtiramla irəliləyiş əldə edib fikir ayrılıqlarını həll etmək mümkündür. Onun sözlərinə görə Kuba sosialist iqtisadiyyat qurmağa davam etdiyi bir vaxt Avropa ilə iqtisadi əlaqələr ölkə üçün prioritet olacaq. Ötən həftə Avropa İttifaqı nazirləri 1996-cı ildə əlaqələrin normallaşdırılması üçün Kubanın insan haqları standartlarını yüksəltməli olduğuna dair qanunu ləğv etməyə qərar verib. Kuba Avropa İttifaqı ilə ticarət, insan haqları və mühacirət məsələlərində dialoq və əməkdaşlığa dair razılığı olmayan yeganə Latin Amerikası ölkəsi idi. 2003-cü ildə Avropa İttifaqı jurnalist və fəallara qarşı təqiblər səbəbilə Kubaya sanksiyalar tətbiq edib və əməkdaşlığı dayandırmışdı. ABŞ-ın Müdafiə naziri Ash Carter, ABŞ-ın Lockheed Martin şirkətinin hazırladığı ilk 2 gələcək nəsil F-35 təyyarələrinin gəlişini qeyd etmək üçün İsraildə səfərdədir. Carter Tel-Avivdə yerləşən hava qüvvələri bazasında İsrailin Müdafiə naziri Avigdor Lieberman tərəfindən qarşılanıb. İsrail 50 təyyarə almağı planlaşdırır. Lieberman F-35-i ölkənin hərbi gələcəyi üçün vacib adlandırıb və deyib ki, bu təyyarələr İsrailin regionda hava üstünlüyünü qorumasının əsas komponentini təşkil edir. Associated Press F-35-in 400 milyar dollar xərc ilə Pentagonun ən bahalı silah proqramı olduğunu bildirir. Bugün Dünyaya Baxışda isə çatdıracaqlarımız bu qədər. Vaşinqtondan Amerikanın Səsinin televiziya studiyasından mən Əzzə Göyçsad səni sağollaşıram. Siz də bizi həmişə olduğu kimi Amerikanın Səsini.org-da izləməyə davam edin. Sabah eyni ünvanda görüşənədək.